Mövzumuz şəxsiyyətin psixoloji cəhətdən öyrənilməsi, şəxsiyyət, fərd və fərdiyyət anlayışları. İnsan orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə olunur. Bu anlayışlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq, bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, fərd və şəxsiyyət kimi öyrənir. Hər bir insan bir tərəfdən bioloji varlıqdır, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ilə ifadə edirlər. İnsanın həyat fəaliyyətində bu iki cəhət fərqləndirilmir, hətta bu haqda fikirləşmirik də. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onların içərisində böyümüş uşaqlara aid faktlara bu baxımdan bizə maraqlı gəlir. Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar, meymun, canavar, ceyran, ayı və s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış Kəmalə və Amalə adlandırılmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir. Kəmalənin çox uzun və qabarlı əlləri var idi. Ovudları batmışdı, qulaqları iri və yastı idi. Bu demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi. Çox güclü alt çənəsi və iti dişləri var idi. Gündüzlər demək olar ki, hərəkət etmir, gecələr isə gəzişir və canavarlar kimi səslər çıxarırdı. Bir il keçəndən sonra o ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan istifadə edir və 30 söz bilirdi. O küçəyə çılpaq çıxmağa daha razı olmurdu. Qarşıya sual çıxır. Bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Gəlin bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq. Biz uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə onun insan növünə mənsub olduğunu qeyd edirik. Bunu başa düşmək üçün təkcə onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə heyvan balasına çevrilmir, insan olaraq qalır. Əmalə və Kəmaləni canavar balaları ilə müqayisə etsəniz, bu cəhəti aydın görə bilərsiniz. Onların bədənləri, beyinləri, əlləri və s.nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan kəskin surətdə fərqlənir. Bədənin konfiqurasiyası dik yerimək, beynin quruluşu, intellektin inkişafı, əllərin quruluşu alətlərdən istifadə etmək üçün imkan yaradır. Aydın məsələdir ki, heyvanlar mühitində insan övladının bu imkanları tam həyata keçmir. Lakin bununla belə, o məhz özünün bu xüsusiyyətləri ilə heyvanın balalarından kəskin surətdə fərqlənir. Fərd anlayışı bir cəhətdən də maraqlıdır. Eyni növlü bitki və heyvanlar bir-birində müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir. Psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırırıq. Fərd özünə məxsus, psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam, həm də təzə dünyaya gəlmiş uşaq, həm hər hansısa bir yaşlı adam fərddir. Eyni sözləri biz Əmalə və Kəmalə haqqında da deyə bilərik. Onlar da fərddirlər. Bir cəhəti dəqiqləşdirək. İnsan fərd kimi doğulur. Cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. Şəxsiyyət nədir? Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi məlumdur.
Bugün şəxsiyyət haqqında hamı tərəfindən qəbul edilmiş eyni dərəcədə tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər. Həmin cəhət bunlardır. Məlumdur ki, insanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusundan ibarətdir. Bütün ictimai münasibətlər sistemi qanunauyğun surətdə maddi nemət istehsalı üsulundan asılıdır. İstehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərini də istehsal və yenidən istehsal edirlər. Yəni cəmiyyət şəxsiyyət üçün sadəcə olaraq müəyyən bir xarici mühit deyildir. O cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur. Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır ki, onlar da sistemli xarakter daşıyır. İnsanın əməl və hərəkətlərində intellektual, emosional, iradi və başqa xassələrində ifadə olunur. Şəxsiyyət dedikdə hər şeydən əvvəl fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyətini nə onun saqqalı, nə qanı, nə abstrakt fiziki təbiəti ilə deyil, sosial keyfiyyətləri təşkil edir. Sosial sözünə diqqət edək. Bu keyfiyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələ gəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir. Növbəti, şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişdirməyə başlayır. O münasibət subyektinə, şuurlu fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şuur və mənlik şuurunun yaranması ilə birlikdə əmələ gəlir. Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi nəzərdən bunlar maraqlıdır. Birinci, ictimai fəallıq. Şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir. Nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalarda öz daxili inamına və həyat mövqeyinə görə hərəkət edir. 2. Motivlərin davamlı sistemi. Motivlərin, maraqlar, əqidə və s. üstünlük təşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edir. Üçüncü, şəxsi məna. Şəxsiyyətin tələbatına və s. uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emosiya və hisslərində, maraq və meyllərində özünü aydın ifadəsini tapır. Dördüncü, münasibətlər. Şəxsiyyətin nüvəsini təşkil edir münasibətlər. İnsanın başqa adamlara, əməyə, əşyalara, özünə münasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şuuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s. Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni, yəni özü haqqında təsəvvürlər sistemi, mən obrazı, mən konsepsiyası kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur. Nəzərdən keçirdiyimiz xüsusiyyətlər heyvanlar arasında böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar fərddirlər, lakin şəxsiyyət deyildirlər. Anadan təzə doğulmuş uşaq hələ şəxsiyyət deyildir. O ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevriləcəkdir. Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, işləri, bütün həyatı ilə onu
təsdiq etmək deməkdir. Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çox cəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur, onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir. Məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onun öz sərvətinə çevrilir. Şəxsiyyətin inkişafının bu cəhəti adətən onun ictimailəşməsi və yaxud sosializasiyası kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir. Yəni, onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Bu deməkdir ki, ictimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə, onun özünə məxsus, yəni təkrar olunmaz həyat tərzi və öz daxili aləmi formalaşır. Psixologiyada bu mühüm elmi faktı ifadə etmək üçün fərdiyyət anlayışından istifadə olunur. Biz insanı fərdiyyət kimi nəzərdən keçirərkən, onun başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətinin özünə məxsus xüsusiyyətlərini xarakterizə edirik. Fərdiyyət və temperament və xarakter əlamətlərində tələbatların, maraqların, intellektin, qabiliyyətlərin və s. özünə məxsus xüsusiyyətlərin də təzahür edir. Fərdiyyət insanın anatomik fizioloji imkanları ilə bu və ya digər dərəcədə bağlı olsa